Hamınızı belə şən, xoşbəxt gördüyümə çox şadam. Müsaadənizlə sizi narahat etməyim. Yerimə qayıdıram. Artıq orada da otura bilmirəm. Qarsonun gətirdiyi içkidən bir-iki qurtum içirəm. Qalxıram. Maşına minib motoru işə salarkən hamı mənə baxır. İnci də. Ya da baş nazir, dövlət başçısı olmuşam. Əmr edirəm. Ərini tapıb gətirirlər. Qorxmuş, ürkək, əzgin bir halda otağıma daxil olur. Üstünlüyümü bildirməmək üçün bütün qüvvətimi sərf edirəm. Ürəyim yaxşılıqla, xeyirxahlıqla doludur. Onu canlandırmaq, özünə gətirmək üçün gülümsəyərək əlini sıxıram. Otururam. Bir siqaret verirəm. Siqaretini əlimdən yandırıram. Məni dinləyin, deyirəm. Qorxaq, boş gözlərlə mənə baxır. Uzun, yarıqaranlıq divarlar, iri tablolar, bir də açılmayacaq kimi qapanan qapı, qara yazı masası, iri kitab dolapları onu möhkəm qorxudur. Onu biraz sakitləşdirmək üçün əlavə edirəm. Siz yaxşı adamsınız, hər şeyi başa düşərsiniz, anlayarsınız. Aramıza qatı, insanı qəhr edən bir sükut çökür. Sözlərim bu səssizliyi aradan qaldırmaq əvəzinə daha da artırır. Başa düşürəm ki, hər nə etsəm də onu öz tərəfimə çəkə bilməyəcəyəm. Heç olmasa səsimi ona yaxınlaşdırmaq üçün yavaşca deyirəm. Baxın, aradan nə qədər il keçib. Artıq qocalmışıq. Elə qocalmışıq ki, üçümüz də bir-birimizi hirsləndirməyəcək, iyrəndirməyəcəyik. Həyatımda yalnız bir qadın sevmişəm. O da sizin qadınınızdır. Bu sevgini hələ də qəlbimdə yaşadıram. Buna görə mənə hirslənməz, məni danlamaz, utandırmazsınız. Unutmaq bizdən asılı deyil ki. Elə bilirəm ki, bu hissin necə sadə bir duyğu olduğunu anlayırsınız. Eləmi? Bəlkə də hər şey dəyişdi. Bilə bilmərik ki. Nə üçün belə olduğunu düşünmək bizdən asılı deyil. Nə üçün belə edirsən, deyə soruşmayın. Mən daha bir kəlmə də danışmadan susuram. Diqqətlə üzünə baxıram. İllərdən bəri o incə, o uşaq kimi saf təbiətli, o sevgi dolu incidə diksinti doğuran, çirkin, qorxunc bir sifət. Böyüyüb hədəqəsindən çıxmış gözlərini gözlərimə dikib dayıyır. Məni dinləyir. Mən sözümə davam edirəm. Korluq çəkdiyinizi eşitmişəm. Məndən bir şey istəyin. Sizə güman etdiyinizdən daha çox kömək edə bilərəm. Uşaqlarınıza qarşı inanın sizin duyduğunuz məhəbbəti duyuram. İcazə versəniz onları mən oxutdurardım. Yüksəlməkləri ilə məşğul olaram. Sizi də işlədiyiniz idarəyə müdir təyin edərəm. Yenə dayanıram. Susuram. Dediklərimi ölçüb biçirəm. Sonra təşəkkür edirəm, deyirəm. Məni nə qədər sevindirdiyinizi təsəvvür edə bilməzsiniz. İndi deyin görək İnci necədir? Yaxşıdırmı? İnci, necəsən? Yaxşısanmı indi? İnci gülümsəməyə çalışır. Yaxşıyam. Birdən-birə niyə elə oldun? Nə bilim, bilmirəm. Əsəbləndi yəqin. Süfrədə də heç nə yemədim. Səhərlər qəlyanaltı etmədiyini də bilirəm. İnci güldü. Azca gərnəşərək qumral saçlarını çiyinlərinə yayıb, sinəsini Doğanın sinəsinə sıxdı. Hərarətli dodaqlarını onun boynunda gəzdirdi. Biraz şərab içirsənmi? Gətirim. İnci yavaşca başını aşağı saldı. İndi o ağladıqdan sonra anasının sinəsinə soxulan, yaltaqlanan bir uşaq kimi idi. Doğan onu incitməməyə çalışaraq yavaşca çiynini çəkdi. Divandan endi. Masanın üstündəki boş stəkanlardan birinə şərab doldurdu. Nimçənin içinə biraz soyunmuş ət, pendir, sucuq, bir dilim çörək qoydu. Sonra əlindəkiləri yerə salmamaq üçün barmaqlarının ucunda geri döndü. İncinin yanında əyləşdi. Tez ol, dedi. Əvvəlcə ondan bir qurtum iç. İnci dikəlməyə çalışdı. Sol dirsəyinin üstünə qalxaraq dodaqlarını uzatdı. Güldü. Əvvəl bundan. Doğanın yanağından öpdü. Kicicik dodaqları qurumuşdu. İçini çəkdi. Nəfəsi alovlu idi. O Doğanın əlindəki stəkandan bir neçə udum şərab içdi. Çörəyin ucundan kəsib ağzına bir sucuq dilimi də qoydu. Özün də iç. Doğan gülümsəmək istədi. Başı bərk ağrıyırdı. Bir qədər keçəndən sonra elə bil ki, başı hərlənən kimi oldu. Kim bilir, bəlkə də bu şərabın təsirindən idi. O öz-özünə dedi, xeyr, daha içməyəcəyəm. İçməməliyəm. Əgər içib sərxoş olsam, etmək istədiyimi edə bilməyəcəyəm. Halbuki bu qədər vaxtı boş-boşuna keçirdim. Hələ deyiləsi lazım olan sözü söyləməsəm də, bu vaxta kimi deyəcəyim sözləri fikrimdə hazırlaya bilərdim. Bunu da eləyə bilmədim. Üstəlik saxta bir mübahisəyə uyub gücümü də itirdim. Sərsəmin biriyəm mən. 5 qəpiyə dəyməyən bir adamam. Tülin də, İnci də məni bir çox üstün keyfiyyətlərə malik kişi sanırlar. Tülin mənim bu yazıq, zavallı halımı bir görsəydi, kim bilir məndən necə soyuyardı. Kim bilir, bəlkə də lap gözündən düşərdim.
dəyərli, güclü bir kişi olmadığımı anlayardı. Mən çox bacarıqsız, qorxaq bir adamam. Bütün bu bəlalar da bax, bu qorxaqlıqdan irəli gəlir. İnci dedi, al, bu stəkanı tut, nimçəni də o biri əlinə al. Doğan narahat halda əsəbiliklə yerindən qalxdı. Hisslərini gizlətmək istəsə də qaşları çatılmışdı. O elə nəfəs alırdı ki, sanki dik bir yoxuşu dırmaşmışdı. Radionu işə saldı. Sonra pəncərəyə tərəf getdi. Küçəyə baxdı. Göy mavi idi. Ağacdakı çiçəkləri meh xəfif-xəfif titrədirdi. Doğan fikrə getdi. Atam öləndə 17 yaşındaydım. Orta məktəbi bitirməyimə 1 il vardı. Bacım ərindən yeni ayrılmışdı. O məndən 4 yaş böyük idi. Ailəmiz pis vəziyyətdə qalmışdı. Bizi az maaşı ilə dolandıran atam ailəsinə şərəfli addan başqa bir şey qoymamışdı. Yaşayışımız çox çətin idi. Mən 3-4 yerdən yamaqlı ayaqqabı geyinirdim. Pencəyim elə köhnəlmişdi ki, sinifdəki varlı uşaqların yanında özümü çox pis, narahat hiss edirdim. Onların gözünə görünməkdən utanırdım. İndi elə vaxt idi ki, ayaqqabılarımı, pencəyimi düşünəcək halda deyildim. Elə günlər olurdu ki, yoxsulluq üzündən ac-acına yatmalı olurduq. Anamla bacım evdə qonşular üçün paltar tikib, ailəmizin gündəlik xərzini güclə ödəyirdilər. Ailə bütün ümidini mənə bağlamışdı. Yeganə məqsədləri məni oxutmaq idi. Oxuyub adam olmağım, ailəmizi təmin etməyim, çörək pulu qazanmağım üçün çox illər lazım idi. Orta məktəbi bitirdikdən sonra ali məktəbə gedəcəkdim. Əskəri vəzifəmi də yerinə yetirməli idim. Maddi vəziyyətimiz elə idi ki, mən həmişə pulsuz olduğum üçün hamıdan qaçır, hamıdan çəkinirdim. Birtəhər özümü ovundururdum. Nədənsə mənə elə gəlirdi ki, hamının gözündən düşmüşəm. Daha heç kəsə lazım deyiləm. Heç kəsin hörmət etmədiyi, unudulmuş, kimsəsiz, tənha bir insana bənzəyirdim. Neçə vaxt idi ki, evimizdə isti xörək bişmirdi. Bütün bu yoxsulluq məni yaman darıxdırırdı. Hələ orta məktəbdə oxuyarkən atamın ilk dəfə ürəyi ağrıdığı zaman onun bir gün qəflətən öləcəyini düşünmüşdüm. Bütün uşaqlıq illərimdə bu qorxu mənə hakim kəsilmişdi. Bu hiss beynimdən çıxmır, məni hər an yeni bir şübhə ilə titrədirdi. Hara getsəm, nə etsəm onu düşünürdüm. Hər axşam evə gələrkən mənə elə gəlirdi ki, atam öləcək. Onu evdə tapmadığım zaman küçəyə atılır, özümü adamlara göstərməməyə çalışaraq gizli-gizli yolunu gözləyirdim. Sanki başıma gələcək şeylər həqiqətən ürəyimə dammışdı. Nəticədə həmin o qorxduğum şey başıma gəlmişdi. Atam ölmüşdü. Ailəmiz pulsuz, köməksiz qalmışdı. Bir gün məktəbdə iclasdan sonra bir aypara cəmiyyəti üçün pul toplayırdılar. Məktəbin son sinfində oxuyan bir şagird bir partaların arasından keçərək pul verənlərin adını dəftərinə qeyd edirdi. Mən əyləşdiyim partaya yaxınlaşdığı zaman ürəyim şiddətlə döyünməyə başladı. Nəfəsim qısılırdı. Kaş ki, ürəyim dayanaydı. Nəfəsim qısılaydı. Bütün varlığımı məhv edən o dəqiqəni yaşamayaydım. Yanımdakı uşaq pul kisəsini çıxarıb 2 manatlığı təkəbbürlə partanın üstünə qoymuşdu. Məktəbin son sinif şagirdi onun adını dəftərinə yazarkən mənim alnımı tər basırdı. Üzümü silməkdən çəkinirdim. Qıpqırmızı pörtmüşdüm. Mən elə haldaydım ki, yalnız ölümünü gözləyən adam bu vəziyyətə düşə bilər. İndi mənim pul vermək növbəm idi. Əzrail qabağımda dayanmışdı. Mən özümü müəyyən bir iş görürmüş kimi göstərərək ciblərimi qurdalayırdım. Bütün varlığım qorxu və həyəcanla titrəyirdi. Özümü güclə saxlayırdım. Əslində bu ağır, üzüntülü dəqiqələrdə heç özüm də bilmirdim ki, nə edirdim. Sinifdəki bütün uşaqların gözləri mənə dikilmişdi. Onlar bilirdilər ki, ciblərim bomboşdu. Mən bu ciblərdən heç nə tapa bilməyəcəkdim. Uşaqların çoxunun üzündə zarafata bənzər bir təbəssüm vardı. Qəribədir ki, bu ağır dəqiqələrdə mən onların üzündəki gülüşü görə bilmişdim. Mənə elə gəlirdi ki, bədənimə isti dəmir parçası basırlar. Mənim qarşımdakı oğlan əzab çəkməyimdən ləzzət alırmış kimi gözləyir, pulum olmadığını çox yaxşı bildiyi halda yerindən tərpənmir, rədd olub getmirdi. Onun yerində mıxlanıb qalması elə bil ki, məni çıxılmaz vəziyyətdən qurtardı. Onun qarşımda inatla dayanıb pulu verəcəyimi gözləməsi mənim utancaqlığımı əsəbiliyə çevirdi. Birdən-birə beynim sürətlə işləməyə başladı. Gözlərimin önündəki pərdə yox oldu. Mən ona meydan oxuyurmuşam kimi başımı qaldırıb dik üzünə baxdım. Yoxdur. Görürsən ki, yoxdur. Nə durmusan daha? Bu sözləri demək mənim üçün ölümdən betər olsa da, axırı ki, vəziyyətdən çıxa bilmişdim. Atam xəstələnməmişdən uşaqlığım necə də xoşbəxt, gözəl günlərlə dolu idi. Mən yoldaşlarımın içində ən qüvvətlisi idim. Buna görə hamısı mənə hörmət edirdi. Mən heç də onlardan pis geyinmirdim. Cibimdə həmişə ən azı onlarınki qədər xəstlik olardı. Sevinçli, şən, xoşbəxt günlərim idi.
Mən çox dəcəli idim. Min bir oyun çıxardırdım. Axşam evə gəldiyim zaman anam məni gülər üzlə qarşılayardı. Atam isə elə adam idi ki, Atam elə adam idi ki, sevincini bildirməyi o qədər də xoşlamazdı. Bacım lap cavankən ərə getmişdi. Onlar əri ilə Anadoluya köçmüşdülər. Mən evimizin yeganə uşağı idim. Sonralar anam danışardı ki, mən uşaqlıqda çox şirin və çox dəcəli imişəm. Ailədə mənim hər bir istədiyimi dərhal yerinə yetirirдilər. Mən xəstələnərkən belə xoşbəxt uşaqlara məxsus qəribə bir məhəbbət və mehribanlıqla valideynlərim tərəfindən qorunurdum. Yaxşı yadımdadır. Bir dəfə xəstələnmişdim. Axşamın alaqaranlığında qızdırmanın verdiyi əziyyətə dözərək, ata-anamın kədər və şübhəsini uşaq şıltaqlığı ilə artırmaq istəyərək gözlərimi büsbütün yummuşdum. Atam da qalın səslə demişdi: "Xanım, uşaq necədir?" Anamsa titrək səslə qorxa-qorxa cavab vermişdi: "Sən Allah, yavaş danış, uşağı oyadarsan." Bu söhbəti eşitmək mənə son dərəcə ləzzət vermişdi. Ancaq sonralar başıma çox müthiş hadisələr gəldi. Heç unuda bilmərəm. Soyuq bir qış axşamı idi. Sobamız günlərlə bəri yanmırdı. Biz soyuqdan titrəyərək yorğanımızı üstümüzə çəkmişdik. Pəncərədən, deşiklərdən buz parçası sallanırdı. Anam mətbəxdə yediyini söyləyərək qalmış yeməyi bacımla mənim aramda bölüşdürdü. Əlbəttə, o yalan deyirdi. Bunun yalan olduğunu hər üçümüz bilirdik. Birdən-birə qapının zəngi vuruldu. Doğan. Doğan fikirdən ayıldı. Nə var? Biraz da şərab verərsənmi? Bir dilim də çörək ver. İştahım açıldı. O masaya yaxınlaşdı. Qəlbində bir hərarət vardı. İnci boşalan stəkanını şərabla doldurdu. Nimçəsinə yemək qoydu. Yanımda otursana. İnci qəşəng gözlərini ona dikib baxışları ilə onu çağırırdı. Gəl bura. Doğan üzünü bürüşdürdü. Xeyr. Niyə? Əvvəlcə yeməyini ye. Sonra, orada öz-özünə niyə düşünürsən? Söyləmə, nə düşündüyünü bilirəm. Məni sevirsən, qısqanırsan, sevdiyim mənim. Nə düşünürsən? Heç, elə-belə baxıram. Bayırda uşaqlar oynayırmı? Bəli. Bəlkə sən də onlarla olmaq istərdin. Onlarla oynamaq istəyirsənmi? Bilirsənmi, məhəllədə oynayan qız uşaqlarını görüncə, mən də onlara qoşulub oynamaq istəyirəm. Hələ də ürəyimdə qızlarla oynamaq istəyi var. Qızlarla oynamaq çox maraqlıdır. Ancaq biz də səninlə oynayırıq. Çox gözəl bir oyundur bu. Necə? Evci oynayırıq. Mətbəxə giririk, kartofların qabığını soyuruq. Mən kartofları soyarkən sən çörəyi doğrayırsan. Birlikdə xörək bişiririk. Sonra da şərab içirik. Qız əlindəki şərab stəkanını dodaqlarına yapışdırdı. Bu anda İnciyə baxan Doğana elə gəldi ki, qızın dodaqları da şərab rəngindədir. Radioda Ravelin balet musiqisi verilirdi. Əzizim Doğan, yeganə sevgilim mənim. Mən sənin əzab çəkdiyini bilirəm. Bu əzab bəlkə də mənimlə ilk dəfə danışdığın dəqiqədən başlanıb. Biz bankdan birlikdə çıxmışdıq. Sənin qadının olaraq, sevgilin olaraq yanında getmək məni sevincdən dəli edəcəkdi. Qəlbimdə gələcəkdə quracağımız həyat haqqında düşünürdüm. Mən gələcəyə böyük ümid bəsləyirdim. Küçədə gedərkən bizə toxunan adamlara xoşbəxt olduğumu deməyə tələsirdim. Özümün bəxtiyar olduğumu az qala uca səslə hamıya bildirmək istəyirdim. Bir küçədən o birisinə keçərkən ya da maşından qorunmaq üçün sən mənim qolumdan tutduqda sevincimdən az qalırdı ürəyim keçsin. Elə xoşbəxt, elə bəxtəvərdim ki, indi bu anda hər şey, bütün insanlar, bütün küçələr, bütün sevimli dünya nə qədər gözəl idi. Küçələr işıqla dolu idi. Küçələr çiçəkli bir çəmənə bənzəyirdi. Tramvay tellərinə qonan quşlar sevinclə, nəşə ilə oxuyurdular. Onda həmin gün biz kiçik bir kafeyə getmişdik. Üzbəüz oturmuşduq, danışmırdıq. Sənin simanda bir ürkəklik, bir şübhə vardı. Mənə məhəbbətlə baxırdın. Mən əlbəttə bir-birinə qarşı olan bu məhəbbəti o zaman hiss edə bilməzdim. Yeni bir hisslə qarşılanmaq məni büsbütün uşaqlaşdırmışdı. Ancaq sonralar mən bu təzə hiss haqqında çox düşündüm. Mən sənin bu sevgini, gələcək ailə həyatının məsuliyyətini o zamandan duyduğunu anladım. Mən bilirdim ki, sənin qazancın azdır. Ananla bacına baxmaq məcburiyyətində idin. Hələ evlənəcək vəziyyətə gəlməmişdin. Nə zaman evlənə biləcəyin də məlum deyildi. Halbuki bütün bunlar bir sevgiyə, bütün bir ömrə bəs edəcək, həyatımızı rövnəqləndirəcək bir məhəbbətə mane ola bilərdimi? Sən o zaman belə düşündün. Bu cür fikirləşdin. Bu cür fikirləşməkdə də haqlı idin.
Başqa cür düşünə bilməzdin ki. Hər şey bizi bir-birimizə bağlayırdı. Biz sanki şirin bir xəyal aləmində yaşayırdıq. Halbuki bu, sözün həqiqi mənasında yaşamaq demək deyildimi? Sən özün əzab çəkirdin. Ancaq mənim sənin mənəvi əzab çəkdiyindən xəbərdar olduğumu bilmirdin. Sən mənim də necə ağır fikir içində olduğumu, nə kimi dərdim olduğunu bilsəydin, dərdin 2 qat olardı. Mən bunu sənə hiss elətdirməmək üçün hər şeyə dözdüm. Deyəsən, sən mənim kədərimdən xəbərsizdin. Bu məni razı saldı. Ancaq bu gün qəribə, gözlənilməz bir hadisə ilə qarşılaşdım. İstədilər məni. Bu hadisə köhnə şübhələrini artırdı. Bacarsaydım bunu sənə hiss etdirməzdim. Lakin bir gün belə məni sənə evlənməyə məcbur etmədim. Həqiqətən istədiyim bu deyildi. İstədiyim sən idin. Səni görmək, səsini eşitmək, nəfəsini duymaq istəyirdim. Məni maraqlandıran yalnız bircə şey idi. Səni görmək, sənin yanında qalmaq, sənin gözlərinə baxmaq, nəfəsini duymaq. Bu, mənim üçün əsl səadət idi. İnci yanında ayaq üstə dayanan Doğana gülümsəyərək stəkanın dibində qalan şərabı içdi. Boşalan qabı kənara qoydu. Üzünü ona çevirib dodaqlarını uzadıb dedi. Öp məni. Doğan əyildi. Onun dodaqlarından yavaşca öpdü. Bir də öp, bir də. Doğan İncini öpdü. Bu zaman o istər-istəməz Tülini xatırladı. Bacarmıram. Əgər bacarsaydım düşünməzdim. Ancaq Tülin gözlərimin önündədir. O, insanın qəlbinə toxunan, qəhredici baxışla gücsüzlüyümdən iyrənərək mənə baxır. Tülin bu vəziyyətdə olsaydı, görsən necə hərəkət edərdi. Adamı qarşısına alar, əvvəlcə baxışları ilə əzər, yox eləyər, sonra da siqaretinin tüstüsünü burnuna üfləyərək deyərdi. Bu, son görüşümüzdür. Ürəyində heç bir ağrı hiss etməzdi. Kirpikləri titrəməzdi. Ən kiçik bir hiss belə üzünü bürüşdürməzdi. Qalxardı, qapıya doğru gedərdi. Heç vidalaşmazdı da. Başını belə çevirməzdi. Bir daha yuvasına qayıtmayan bir qartal kimi uçub gedərdi. Bu nə gözəl musiqidir. Kimindir bu əsər? Doğan cavab verdi. Deyəsən Mendelsonundur. Xəyalın qanatları üstündə adlı hissəsidir. Bəli, bəli, həmin parçadır. İnci başını Doğanın sinəsinə əydi. Səni çox sevirəm, dedi. Doğanın səsi çıxmadı. Bəli, Mendelson da eyni şey deyir. Halbuki sevgi həyatın bütün çətinliklərini aça bilirmi? Varlı bir həyat keçirsə də, Tülin bu həqiqəti məndən də yaxşı bilir. Onun qəlbindəkiləri bilmək, ruhunu duymaq, daha çox özümə yaxınlaşdırmaq üçün onu sevdiyim günlərin birində belə demişdim. Nə olardı, varlı bir adamın qızı olmaqdansa, kimsəsiz, yoxsul, hər şeyi məndən gözləyən bir qız olaydım. O vaxt sənin qarşında özümü başqa cür hiss edərdim. Daha qüvvətli, daha haqlı, necə deyərlər, daha güclü kişi olardım. Mən yenə də elə indiki kimi az qazanan kiçik bir adam olsaydım belə. Bu cür yaxşı olardı. Gələcəyimizi birlikdə düşünsək, birlikdə qorxsaq, birlikdə əzab çəksəydik. O həmişəki kimi üzümə baxmışdı. Sifətində nə heyrət, nə həyəcan vardı. Onda yaşaya bilməzdik. Qız haqlı idi. Biz yaşaya bilməzdik. Mən yenə də soruşdum. Nə üçün? O çiyinlərini çəkdi. Donuq baxışlarla mənə baxdı. Pulsuz yaşamaq olmaz. Tülin doğru deyirdi. Pulsuz yaşamaq olmazdı. Mən onun sözünü kəsmək istəməsəm də, özümü saxlaya bilmədim. Bəs sevgi? Bundan sonra o siqaret yandırmış, susmuşdu. Doğrudan Tülinin ağzından çıxan kəlmələrin hamısını bir yerə toplasam, bir kitab vərəqi qədər eləməz. Qəribədir. Bu qədər az kəlmə kəsməklə necə dolana bilirdik? Tülini düşündüyüm zaman uzun boyu, bahalı paltarı, qarşısındakı adamları kiçiltmək istəyən baxışları gözümün qarşısında canlandı. Ara bir də ürək açan, xoş gülüşünü xatırlayıram. Yağışlı bir gün idi. Hürriyyət təpəsi tərəfdə maşınımızı saxlamışdıq. Buludların arasından görünən günəşə baxırdıq. Tülin o gün səhər atası ilə üzləşmişdi. Hirsli idi. Buna görə də danışa bilmirdi. Maşını Hürriyyət təpəsinədək Tülin özü sürmüşdü. Birlikdə dəvət edildiyimiz bir qonaqlığa tez getməmək üçün vaxt keçirirdik. Biz elə bilirdik ki, ətrafımızda heç kəs yoxdur. Birdən-birə qucağında 7-8 aylıq uşaq olan qoca bir qarı qarşımıza çıxdı. Uşağını göstərərək yalvarır, pul istəyirdi. Tülin əl çantasını qucağıma qoydu. Açdım. Xırda pul yox idi. Öz ciblərimi də axtardım. Məndə də xırda qalmamışdı. Mənim hərəkətlərimə gözü baxan Tülin çantanı sərtliklə əlimdən aldı. İçindən 1-2 yarım lirə çıxartdı. Qoca qadının önünə atdı.
Dilənçi qadın güman etmədiyi bu sədəqəni tezcə tutmaq istərkən, qucağındakı körpə əlindən sürüşüb balaca gölməçənin içinə düşdü. O zaman qulaqlarımda səslənən o qəhqəhəni heç zaman unutmayacağam. Tülin indiyə qədər heç görmədiyim bir gülüşlə, qəhqəhə ilə gülürdü. Su gölməçəsinin içində yırğalanan uşağa baxdım. Doğrudan da uşağın vəziyyəti gülünc idi. Ancaq mən nədənsə heç cür gülə bilmirdim. Sonra Tülin maşını ləzzətlə sürdü. Dəvət olunduğumuz evə getməyə hələ xeyli vardı. Ancaq buna baxmayaraq, biz oraya vaxtından əvvəl getdik. Stollar açılmış, poker oyunu başlamışdı. Tülin bir 500 lirəlik verib məni masaya oturtdu. Özü də başqa bir salonda biriz oynamağa getdi. Heç yarım saat keçməmişdi ki, mən pullarımı uduzdum. Ev sahibi ikinci 500 lirəni Tülindən alıb mənə verdi. Gecə yarısına kimi mən artıq bir illik maaşımı uduzmuşdum. Başım bərk ağrıyırdı. Qayıdarkən maşında öpüşdük. İndi Tülinin kefi açılmışdı. Doğanın gözləri atasının rəsminə sataşdı. Yaşıl çərçivənin içindəki şəkil ona elə baxırdı ki, elə bir bu saat dil açıb danışacaqdı. Qaşları çatılmış, ağ bığları pərişan halda sifətinə yayılmışdı. Gözləri sanki qəribə bir atəşlə yanırdı. Günəşin işığı yaşıl çərçivəli şəkli parıldadırdı. Atacan, narahat olma, məğlub olmayacağam. Gün batmamış bu hadisə başa çatacaq. Bir azdan hər şeyi ona başa salacağam. Belə düşünürəm ki, o məni anlayar. Anlamasa da çarəsiz qalıb bu vəziyyətlə razılaşacaq. Həm də indi özümü səhərki vəziyyətdən fərqli olaraq bir qədər güclü hesab edirəm. Bir nəfərin incini istədiyini, onun da pis vəziyyətdə qalmayacağını bilirəm. Buna görə də ürəyim bir qədər rahatdır. Radioda Mendelsonun qəlb oxşayan musiqisi səslənirdi. Doğan başını çevirib İnciyə baxdı. İnci şirin yuxuya getmişdi. Yanaqları qızarmışdı. Alnında kiçik tər dənələri görünürdü. Göy aramsızcasına gurulduyur. Mən meşənin içində tək tənhayam. Şiddətli külək ağacları yerindən qoparır. Mən özümü qorumaq üçün ağaclar arasında sağa, sola gedir, çırpınıram. Şimşək çaxır. Mən şimşəyin işığında Doğanı görürəm. Doğan al paltar geyinib. O qışqırıb məni çağırır. Qara paltarlı bir neçə adam onu dəlcəsinə önlərinə qatıb qovalayırlar. Bu adamlar məni görməsinlər deyə gizlənirəm. Doğanı çağırmaq istəyirəm. Səsim çıxmır. Üstüm başım palçıq içindədir. Saçlarım yağışdan tamam islanıb. Birdən-birə göyün üzü aydınlanır. Qara paltarlı adamlardan birinin əlində qılınc parıldayır. O Doğanı yaxalamaq istəyir. Mən bütün gücümlə bağıraraq yerimdən atılıram. Qara paltarlı adama tərəf qaçıram. O qılıncının qını ilə başıma vurur. Ona baxdıqda atamı görüb tanıyıram. Yanındakı qara paltarlı adamlardan biri də mənim böyük qardaşımdır. O üzümə gülümsünür. Mənə belə gəlir ki, o getdikcə daha da böyüyür. Sonra bu adam mənim üstümə gəlir. Məni udmaq istəyirmiş kimi ağzını açıb mənə lap yaxınlaşır. Mən onun balta iriliyindəki dişlərini görürəm. Birdən-birə böyük bir ağac yerindən qopur. Onların üstünə düşür. Doğan yağışın altında dəli kimi qaçır. Ancaq ağ paltarı qupqurudur. Yanımdan keçdiyi halda məni görmür. Qara adamlar məni yıxılan ağacın yanında qoyub onun ardınca gedirlər. Sular qıpqırmızı olur. O tərəfdə qan görünür. Anam çiçəkli bir ağacın altında oturub ağlayır. Diqqətlə baxıram. Yox, bu anam deyil, bacımdır. Yox, bacım da deyil, Doğandır. Bəli, Doğandır o ağlayan. Qara adamlar ağacın altına toplaşıblar. Onlardan biri qılıncını qaldırır. İri qılınc havada parlayır. Mən bütün gücümlə bağırıram. Kömək edin, ay cəmaat, gəlin, kömək edin. İnci hıçqıra-hıçqıra oyanırdı. Doğan onu sinəsinə bastı. Daha bəsdir, sus, ağlama. O nəfəs ala bilmir, az qala nəfəsi tıxanırdı. Qız gözlərini açdı. Sənsən? Deməli yanımdasan? Sağ-salamatsan? Nə yaxşı. Doğan, çox sevirəm səni. Doğan onu daha bərk sıxdı. Özünə gəl, İnci, sakit ol. Qəribə bir yuxu gördüm. Səni öldürürdülər. Allah eləməsin, elə qorxmuşdum ki. Deyirsən qışqırmışam, hə? Yatıb qalmışam. Bir də içirtmə məni. Yəqin şərabın təsirindəndir. Hə, ola bilər. Düzdür, həmişə içirdik. Amma bugünkü qədər yox. 2 şüşə şərab var idi. Bax gör, ikinci şüşənin dibində qalıbmı? Deyirsən bir stəkan şərab qalıb. Nə olar, yalvarıram, içmə onu. Gəl o şərabı saxlayaq gələn bazar gününə. Elə yeri qoyaq ki, görən olmasın. Hə, nə olar? Ah, səninlə olmaq necə xoşdur. Yuxuda yaman qorxmuşdum. Gördüm ki, bir meşədəyəm. Allah xeyir eləsin. Xeyir olar inşallah. Gördüm ki, bir meşədəyəm. Göy gurulduyur. İldırım çaxır. Sən? Danışıb yorma özünü.
Nə üçün danışmayım? Bilirsən ki, mən yuxuya inanmıram. Onun üçün danışma. Ancaq bilirsənmi, Doğan, yuxu qəribə şeydir. Doğan ona baxıb dedi. De görüm, axı, sən niyə bu qədər kədərlisən? Fikir vermə, boş şeydir, keçib gedər. İnci əlini Doğanın çiyninə qoydu. Mən sənsiz yaşaya bilmərəm. Birdən yağış yağmağa başladı. Küçədə oynayan uşaqlar evlərinə qaçdılar. Yağış aramsız olaraq yağır, pəncərəni naxışlayırdı. İnci üzünü Doğana tutub dedi. Nə yaxşı yağış yağır. Doğan divandan qalxıb otaqda gəzindi. Sonra stulu çəkib oturdu. Tülünü düşündü. Bir gün məni Şişlidə böyük bir binanın aşağı mərtəbəsində ziyafətə aparmışdı. Pəncərənin pərdələri sallanmışdı. Ev sahibəsi yaşlı bir qadın idi. Qadınlar, kişilər az işıqlı salonda söhbət edirdilər. Bir tərəfdə gənc bir şair şeir oxuyurdu. O bir tərəfdə oturanlar kart oynayırdılar. Tülün məni yaşlı bir kişiyə təqdim edib dedi. Cənab, biraz bizim bəylə söhbət edin. Sonra o məni pərəstişkarlarının arasında qoyub qeyb oldu. Mən bu iri salonda bu kişi ilə yanaşı durub ətrafa göz yetirirdim. Mən bütün bu ətrafdakı adamlara yad idim. Mən darıxırdım, səsimi çıxarmırdım. Böyük salonun yarıqaranlıq olmağı məni lap sıxırdı. Mən bütün bu ətrafdakı adamlara yad olduğumu, onlarla öz aramda heç bir yaxınlıq duymadığımı hiss edirdim. Sonradan bildim ki, mənimlə söhbət edən adam vaxtilə səfir imiş. İndi isə təqaüdə çıxmışdı. O mənim üzümə baxıb dedi. Nə gözəl salondur bu, elə deyilmi? Mən narahatlığımı gizlətməməyə çalışaraq dedim. Elədir, çox gözəldir. Hər çərşənbə günü burada toplanmaq səadətdir. Tülünün öyrətdiyi bu sözləri dedim. Şübhəsiz elədir. Sonra qoca kişi özünə gəldi. Ah, qəribə taleyli adam. Tülün xanımı əlimizdən aldız. Mən nə deyəcəyimi bilməyib gülümsəməyə çalışdım. Qoca, bilirsizmi? Deyə əlavə etdi. Mən bir Amerikalı cənabla Baleqis İslandiyada Mayorsaya endiyim zaman mənim ürəyim çox darıxırdı. Qoca kişi özü öz sözlərindən təsirləndi. Ancaq ayaq üstə dura bilmir, yuxu onu basırdı. Mən daha onun yanında dayanmadım. Tülünün olduğu küncə tərəf getdim. Ev sahibi yoluma kəsdi. Qəşəng oğlan, dedi. Kart oynuyorsunuzmu? Mən, xeyr, dedim. Elə isə bir çay verim, ya da vermut. İstəmirəm, təşəkkür edirəm. Mən gedərkən başqa bir qadın arxamdan dedi. Nə yaxşı oğlandı, deyilmi? Həm də necə də sevimlidir. İlahi, Tülün bunu hardan tapıb? O qadın sonra fransızca danışdı. Mən onu zorla başa düşdüm. O gün mən bu adamlara tamamilə yad olduğumu hiss etdim. Tülün bir neçə cavan, yaşlı kişinin arasında dayanıb söhbət edirdi. Onu doğru getdiyimi görən gənclərdən biri qolumdan tutdu. Bura gəliniz, əzizim, dedi. Nə vaxtı sizinlə tanış olmaq istəyirəm. Neçə həftədir Tülünə sizi bura gətirməyi tapşırdım. Deməli, Tülün belə yerlərə mənsiz gəlirmiş. Mən bir söz demədim. Cavan oğlan, adım Gündgördür, deyə əlavə etdi. Fransızca yaxşı bilirəm. İngiliscə isə ondan da yaxşı bilirəm. Biz az daha türkcə danışa bilirəm. Tenis oyununda çempion adını qazanmışam. Qılınc oynatmağı bacarıram. Biraz pokerdə oynayıram. Hayıf ki, bundan başqa əlimdən bir şey gəlmir. Mən istər-istəməz gülümsədim. O isə lazım olduğu kimi özünü təqdim etdiyindən şübhələnmədiyi üçün əlini çiynimə qoydu. Nə zaman nişanlanmısınız? Deyə soruşdu. Heç kəsə də xəbər verməmisiz? Mən dedim. Hələ nişanlanmamışıq. Gəncin gözləri parıldadı. Bravo, dostum, dedi. Siz çox gözəl bir iş görürsünüz. Sonra bir əlinin bütün barmaqlarını dodaqlarının üstünə qoyub şappıltı ilə öpdü. Tülin doğrudan gözəl, nəfis bir qızdı. Tayı bərabəri yoxdu. Mən onun bu sözləri qarşısında özümü çox pis hiss edirdim. Bilmirdim gülüm yoxsa gülməyim. Ürəyim bulanırdı. O üzümə işiniyərək dedi. Doğrusu buna deyərlər doşab almısan bal çıxıb. Poker oynaya bilirsənmi? Mən yaxşı oynayıram. Oynasaydınız bir özümü sınıyardım. Mən inatla dedim. Poker oynaya bilmirəm. Poker oynamaq aləmdir. Mən elə belə yoxlayıram görən bu oyunu bilirsinizmi, dostum? Mən elə hirslənmişdim ki, az qalırdım bu həyasız hərfin üz gözünü əzişdirim. Halbuki Tülün mənim belə bir yerdə cinayət etdiyimi ömründə bağışlamazdı. Mən dayandım. Ona cavab vermədən yanından çıxıb getdim. Qələbəliyin arasına girdim. Tülünün qolundan tutdu. Qulağına dedim. Gedək. O mənimlə bir neçə addım atdı. Qaşları çatılmışdı. Xeyr, dedi. Mən getmirəm. Çox darıxıram. Ürəyim sıxılır burada. Getmək istəyirəm. Gedə bilərsən. Mən möhkəm hirsləndim. Çox gözəl, dedim. O mənim çiynimə toxundu. Otur, dedi.
Sonra əmrinin nəyin bahasına olursa olsun yerinə yetəcəyindən heç də şübhə etməyərək arxasını mənə çevirib geri döndü. Adamların içinə qarışdı. Mən əsəbləşmişdim. Tülinin bu sözünün qarşısında nə edəcəyimi bilmirdim. Çıxıb getsəydim nə ola bilərdi ki? Hər halda o məni axtarmayacaqdı. Bunu bilməyi isə xüsusilə ürəyimi ağrıdırdı. Yenə də mən onun yanına qayıtmağa məcbur olacaqdım. Eləcə məğlub olmaqdansa bu cür məğlub olmağı daha üstün hesab edirdim. Mən tənha bir guşəyə çəkildim. Qaranlıqda gizlənərək oturdum. Halbuki burada da məni rahat buraxmadılar. Mənim yanımdan danışa-danışa keçən adamlardan biri dayandı. Zat-ı aliniz bankda işləyirsiniz, eləmi? Mən, bəli, dedim. Xrom işlərini sizmi maliyyələşdirirsiniz? Yəqin ki, bu adam məni bankın müdiri hesab edirdi. Mən qısaca, xeyr, deyə onun sözünü kəsdim. O çaşmış halda dedi. Bəs mənə demişdilər ki, maliyyələşdirəcəksiniz. Mən öz-özümə düşündüm. Yəqin ki, bu adam məni kiməsə oxşatmışdı. Ancaq özümü sındırmadım. Eləmi? Deyə soruşdum. O başını sallayaraq. Çox təəssüf, dedi. Bu çox pul gətirən bir işdir. Mən şirin-şirin güldüm. O, sizin bank, deyə israr etməyə çalışdı. Mən tez onun sözünü kəsdim. Siz yanılırsınız. Mən Tülinin atası deyil, yoldaşıyam. Bankda məmuram. O əlini alnına qoydu. Üzr istəyirəm, dedi. İndi başa düşdüm. Siz yük maşınlarına başçılıq edən Nəcati bəysiniz. Zat-ı aliniz. Mən dedim. Xeyr, mən Nəcati bəy də deyiləm. Adım Doğandır. Bankda kiçik cari hesablar işində işləyirəm. Adicə məmuram. Yazı işlərinə baxıram. Bu adam şaşqınlıq içində üzümə baxdı. Eləmi? Dedi. Mən canımı bu adamdan qurtardığım üçün fərəhlənmişdim. Mən gülərək, elədir, dedim. Mən oturduğum yerdə əlimi uzadıb kitab şkafından bir kitab götürdüm. Oxumağa başladım. İnci dedi. Bax, yağış kəsildi. Doğan yerindən tərpəndi. Ayağa qalxdı. Pəncərəyə yaxınlaşdı. Yağış kəsildi. Mavi səmanı göy qurşağı bəzədi. Birdən-birə parlayan günəşin qızdırdığı torpaqdan buxar qalxırdı. Uşaqlar gülərək, bağırışaraq yenidən ağacın altına toplandılar. İnci üstündəki örtüyü atıb divanın ortasında bardaş qurub oturmuşdu. Axşam olur. Yavaş-yavaş hazırlaşmalıyam. Doğan titrədi. Axşam düşürmü? Hələ heç bir nəticəyə gəlməmişik. Xeyr, getməməlisən, gedə bilməzsən. Daha bir çox şeylər haqqında danışmalıyıq. Bu hekayəni bitirməliyik bugün. Ancaq mən sənin əzab çəkməyini istəmirəm. Nə olar, məni başa düşməyə çalış. Lazım olsa hər şeyi sənə bütün açıqlığı ilə başa salmağa çalışacağam. Məni həqiqətən sevirsənsə, gələcək həyatıma mane olmazsan. İndi həqiqəti bayaqçından daha yaxşı görürəm. Bu sadəcə bir sevgi məsələsi deyil. Bu ağıllı, məntiqlə bağlı, məsuliyyətli bir işdir. Hər əziyyətə qatlaşaraq məni böyüdən, yetişdirən anam və bacım üçün nə qədər məsuliyyət daşıdığımı bilirsən. Onlar üçün rahat həyat yaratmalıyam. Bütün bunları nəzərə aldığıma görə, eşq heç də bizim düşündüyümüz kimi güclü bir duyğu deyil. Məgər sən bunu bilmirsən? Necə deyərlər, eşqsiz yaşamaq olar, ancaq pulsuz yaşamaq olmaz. Nə olar? Sən bütün bunları anla. Mənim sadəcə olaraq özümü düşündüyümü sanma. Mənim bu düşüncəmdə sənin xoşbəxtliyinin də böyük payı var. Bəli, indi daha yaxşı anlayıram. Bu yola gedərkən özüm qədər səni də düşünmüş olmalıyam. Bu doğrudan da belədir. Məni bir yana burax. Mənim həm səni, həm anamı, həm də bacımı yoxsulluq içinə atmağa haqqım yoxdur. Gəl artıq bu məsələni bitirək. Xeyr, hələ tezdir. Ananla bacın nə zaman qayıdacaqlar demişdin? Gecə, yeməkdən sonra. İnci qollarını uzatdı, gərnəşdi, dodaqlarını uzatdı. Susadım, dedi. Şərab verimmi? Xeyr, istəmirəm. Sən də içməyəcəksən. Mənə söz verdin. Axı demişdik ki, şüşəni saxlayaq. Nə tez unutdun? Doğan gülümsədi. Çox gözəl. Sən də susadınmı? Bəli. Eləsə bir limonad düzəldək. 3 dənə limonumuz var. O qalxmaq istədi. Doğan fərəhlə. Xeyr, dedi. Sən otur, mən düzəldərəm. Bacararsanmı? Doğan güldü. Zəhmət çəkməyinə dəyər. İnci güldü. Xanımyana əziyyət çəkib limonad düzəldəcəksən, hə? Bilirsən, məni çox nazlandırırsan. Elə bil ki, mən dəcəl bir uşağam. Pəncərənin yanında bir gürültü qopdu. Uşaqlar nəşə ilə oynayırdılar. Doğan mətbəxə doğru getdi. Sabah səhər Tülin banka gələcək. Günorta yeməyini atası ilə birlikdə yeyəcəyik. Onların qarşısına bütün çətin məsələlərimi həll etmiş bir uşaq kimi azad, alnı açıq çıxmalıyam.
İncini heç vaxt unutmayacağımı, əzab çəkəcəyimi bilirəm. Ancaq yolumdan dönməyəcəyəm. Mən lap istəsəm də dönə bilmərəm. Taleyimiz beləymiş. İkimiz də qarşımızda açılan yollarda ayrı-ayrı getmək məcburiyyətindəyik. O stəkanlara su doldurdu, qənd saldı. Başqa cür ola bilərmi? Yaşamaq insanların bu ucsuz-bucaqsız kainatda edə biləcəkləri yeganə şeydir. Sevmək də yaşamaq üçün deyilmi? Yaşamağı daha təsirli, daha gözəl, daha dəyərli etmək. Bütün bunlar doğrudur. Halbuki əsl işimiz yenə də yaşamaq, sadəcə olaraq yaşamaqdır. O limonların ortasından kəsib stəkanlara sıxdı. İnciyə çata bilmək üçün çırpındığım günlər. Gözümə nə anam, nə bacım görünürdü. Yetimliyimi, uşaqlığımı belə sıxıntılı keçirdiyimi unutmuş kimi idim. Qəribə, əlçatmaz xəyallara qapılırdım. Ən ucuz qiymətə alınmış məhəllələrin birində yıxıq divarlarından akasiya ağacları çıxan kölgəli küçədə üsotaqlı kiçik bir evə köçə bilərdik. Kifayətdir ki, bu ev bizi yağışdan, qardan, soyuqdan qorusun. Otaqların birində anamla bacım, birində biz qalardıq. Üçüncüsündə oturar, nahar edərək qonaqlarımızı qarşılardıq. Qonaqlarımız da olardı. Uşaqlar bizim uşaqlarla bərabər bir tərəfdə oynayar, dalaşar, bağırışardılar. Qəhvə falına baxardıq. Məhəllənin sevərək bir-birinə qovuşa bilməyən baxsızları haqqında danışar, onları çəkişdirərdik. Gecə yarısı olduqda müsafirlər qalxıb keçsələr də, vücudumuzu batiz paltarımızın içində hiss etsək də, bir an əvvəl bir-birimizə sarılaq deyə ürəyimiz titriyər, gözlərimiz süzülərdi. O qaşıqla stəkanın dibində olan qənd parçalarını qarışdırdı. Qonaqlar gedərdi, amma mən yatmazdım. Anamla bacım öz otaqlarına çəkilər-çəkilməz inci boynuma sarılardı. Yata bilməyəcəyəm, deyərdi. Yatağımda kitab oxuyaraq səni gözləyəcəyəm. Gözləmə, nə olar? Gözləmə canım mənim. Sən yatmağa çalış. Mən həvəslə işləməyə başlayardım. Fransız dilini öyrənər, tərcümələr edər, pul qazanardım. Çox vaxt gecələr səhərə qədər gözümə yuxu getməzdi. Yenə də yorğunluq, əzginlik hiss etməzdim. Anamı, bacımı, incini yaşada bilmək üçün onların güvəndikləri yeganə kişi olmaq mənə qeyri-adi bir güc verirdi. Bahalı əyləncələrə pul xərcləmək ağlımızdan belə keçə bilməzdi. Boş vaxtlarımızda pəncərələrimizdəki çiçəkləri sulayar, çürüyən yarpaqları ayırıb götürərdik. Bir qəfəs alar, içinə bir budaq, bir bülbül qoyardım. Bülbülə barmaqlarımızın ucundan darı dənələri qapmağı öyrədərdik. Evimizi əllərimizlə rəngləyər, sobamızı yandırar, damdakı tirləri düzəldərdik. Mən mətbəxdə qatığı çalxalayarkən o badımcanları qızardardı. Bəzən bir yay axşamı açıq pəncərədən süzülən sərinlikdə ya da bir qış günü eşikdəki soyuğu büsbütün gözəlləşdirən sobanın yanında kitab oxuyar, mahnı deyərdik. Bizim eşqimiz nəyimizə çatmazdı ki? Qəribədir. İllərcə özümü belə xəyallarla necə sakitləşdirmişəm, ağacın altında oynayan uşaqlar kimi. İnci arxasını bir yastığa dayamışdı. O radiodakı musiqiyə elə aludəliklə qulaq asırdı ki, sanki özünü unutmuşdu. Uzun ayaqlarını qarnına doğru çəkərək, əllərini dizlərinin üstünə qoymuşdu. Anam harda olduğumu soruşsa, deyəcəyəm ki, Tülincildəydim. Birdən bu gecə Tülincil bizə gəlsə, yaxşı olar ki, evə gedərkən bir onlara dəyib, bu gecə hara gedəcəklərini öyrənim. Otaqda Doğanın ayaq səsləri eşidildi. Əzizim mənim, görürsən limonadı necə düzəltdi, bacara bildimi? Stəkanlardan birini qırmasa yaxşıdır. Hələ də uşaq kimi bacarıqsızdıq. Qocaldıqca daha çox sevimli olacaq. İndidən onu gümüş kimi ağ saçlı vaxtında özünə qəhvə bişirmək üçün mətbəxə girdiyini, fincanları şaqqıldadaraq qırdığını görürəm. Tez yanına gedirəm. Günahkarsana mənə baxır. Gülürəm. Birlikdə gülürük. Doğan bir qaba qoyduğu 2 stəkanı tökməməyə çalışaraq ağır-ağır gəlirdi. İncinin yanına çatıb dayandı. Al, bax gör bir şeyə oxşuyur. İnci stəkanların birini götürdü. Bir neçə udum içdi. Nə daddıdır? Əla, əlim var olsun. Sənə də əziyyət verdim. Sonra susuz olduğundan bir nəfəsə stəkanın içindəkini boşaltdı. Doğan gülümsəməyə çalışdı. Əşşi, nə əziyyət? Qabı masanın üstünə qoydu. Küncdəki kreslonu divanın yanına çəkdi. Əli ilə qabın içindəki ikinci stəkanı göstərdi. O da sənindir. Nə üçün? Sən içmirsən? Yox, sənin üçün hazırlamışam. İnci içini elə çəkdi ki, əlindəki stəkan titrədi. İnci sarsılmışdı. Qız bütün gözəl duyğularını gözlərinə toplayaraq Doğana baxdı. Mənim üçün, mənim üçün. Bəli, yalnız mənim üçün. Sonra İnci nəsə düşünüb dedi. Olmaz. Sən içməsən, mən də içməyəcəyəm. İndi ürəyim istəmir. Onda qoy qalsın. Birazdan içərsən.
İnci əyilib əlindəki boş stəkanı yerə qoydu. Qəlbindəki sonsuz xoşbəxtliyi bütün varlığı ilə duyaraq, bəs bayaq susamışdın, deyə güldü. Nə bilim, indi keçib. Günəşin qərənfil qırmızısına bənzəyən son işıqları tavanda dolaşırdı. İnci, daha mən geyinim, yavaş-yavaş getmək lazımdır. Qız hazırlaşmağa başladı. Nə tez keçdi bu gün. Sonra fikirlərini bərkdən dediyini sanaraq əlavə elədi. Düz demirəm? Doğan başını çevirib pəncərəyə baxdı. Səma yay dənizini andırırdı. Tamam mavi idi. Doğan əli ilə incini saxladı. Qalxma, biraz da otur. Əzizim, yeganəm mənim. Səni dəlicəsinə sevirəm. Sən də məni dəlicəsinə sevirsən. Daha mənə nə deyə bilərsən ki? Bu nədir? Mən nə edəcəyimi bilmirəm. Artıq edə biləcəyim yeganə şey düşündüyüm, deyəcəyim şeyləri açıqca söyləməkdir. Bəs niyə görəsən ürəyimdə bir narahatlıq var? Niyə özümdən iyrənən kimiyəm? Doğan, əzizim, gecikirəm axı. Sənə deyiləsi sözüm var. İnci yenidən yastığa söykəndi. Ayaqlarını uzatdı. Uşağına baxırmış kimi qayğı ilə Doğana baxdı. Yaxşı, de, eşidirəm səni. Əzizim, yeganəm mənim. Səni dəlicəsinə sevirəm. Daha nə söz, nə söhbət. Doğan ayağa qalxıb radionu söndürdü. Bir anda ətrafına səssizlik çökdü. Bu, xoşa gəlməyən bir sakitlik idi. Bu otaq sanki illərdən bəri ürəyi şübhə ilə çırpınan, fərəhli hisslər doğan otaq deyildi. Qapılarda, divarlardakı ləkələrdə, xalçada, masanın örtüyündə nə vardısa, hər şey belə bir hiss yaradırdı ki, güya bu məsələ artıq qurtarmışdır. Ona elə gəlirdi ki, oturduğu kreslo altından çəkilir. Masa, masanın üstündəki qablar, stəkanlar, qrafinin içindəki su, hər şey gözünə qəribə gəlirdi. Divardakı rəsmlərin, çərçivələrin elə görkəmi vardı ki, adamın ürəyi sıxılırdı. O qayıdıb kresloda oturdu. Ürəyindən bu sözlər keçdi. Nə üçün? Niyə? Axı nə üçün? Ancaq qızın eşidə biləcəyi yavaş səslə, bax, dedi, sənə lap çox şey söyləmək istəyirəm. O başını önünə əymişdi. Bütün bu olan hadisələri danışmaq həm uzundur, həm də çətin. Mənə kömək et. Günlərdən bəri çəkdiyim əzabdan məni sən qurtara bilərsən. İndi hər şeyi həmişəkindən daha aydın görürəm. Eşqimizin bu çətinliklər, çarəsizliklər içində beləcə davam edə bilməyəcəyini sən də dərk etməlisən. Bu məsələ bir şeylə nəticələnməlidir. Doğan bu fikirlərlə qıza baxdı, içini çəkdi. Nəyi düşünürsən? İnci birdən-birə xəyaldan ayıldı, gülümsündü. Səni. İnci öz-özünə düşündü. Mən nəyi fikirləşə bilərəm ki? Birlikdə necə qocalacağımızı fikirləşirəm. Uşaqlarımız olacağını, onları sevib nazlandıracağımızı, bütün bu çətinlikləri, bu əzabları unudacağımızı düşünürəm. Mənim bundan başqa nə fikrim var ki? Doğan başını qaldırdı. Gözlərini İncinin gözlərindən qaçırmağa çalışaraq, gözəlsən, deyə pıçıldadı. Sən çox-çox qiymətlisən. Sənə layiq olmadığımı bilirəm. Səni sevməklə bəlkə də həyatda ən böyük günah işlətmişəm. 5 il əvvəl səni o teatrda, o iki pərdə arasında gördüyüm ilk an. Gənc idim, yaxşı düşünə bilmirdim, imkanım yox idi. Sənə yetişə biləcəyimi, layiq olduğun həyatı yarada biləcəyimi düşünürdüm. O dərindən nəfəs aldı. Ürəyi möhkəm sıxılırdı. Bu yalandı, ağ yalandı. Nə üçün doğrusunu söyləyə bilmirəm. Öz gələcəyimi düşündüyümü, bəlkə biraz anamı, bəlkə biraz bacımı, ancaq hamısından da əvvəl özümü, sadəcə özümü düşündüyümü. Doğan birdən-birə dilləndi. Bu gündən bir-birimizi görməməliyik. İnci divanın üstündə dikəldi. Doğan, sənə nə olub? Birdən ikidən mənə belə şey söyləməzdin. Nə olub? Niyə axı? Doğan ayağa qalxdı. Əli ilə onu susturdu. Böyük otağın sakitliyi içində onun nəfəs almağı duyulurdu. Doğan sərtliklə, yox, dedi. Danışma, danışmağını istəmirəm. Heç cür sənə başa sala bilməyəcəyim səbəblər var. Bu belə də olmalı idi. Səni ömrüm boyu unutmayacağam. Bəli, səni unutmaq mümkün deyil. Bütün xatirələrimiz qəlbimizdə yaşayacaq. Ürəyimizi əzə-əzə. Bilirəm, bu bizi hər an biraz da çox əzəcək. Daha çox əzablı olacaq bizim üçün yaşamaq. Ancaq könüllərimiz həmişə bir-birimizin olacaq, deyilmi? İnci susurdu. Gözləri ağ divarda güclə görsənən ləkəyə dikilmişdi. Doğan onun çiyinlərinə tutub silkələdi. Deyilmi? Deyə bağırdı. Mənə nə olur? Ne üçün səsim məni belə hürküdür? Budur, artıq qurtarıram. İstədiyimə qovuşuram. İnci başını çevirmədən elə o halda, bəli, deyə cavab verdi. Doğan əllərini onun çiyinlərindən çəkdi. Elə bil ki, titrəyən əllərinin İncinin çiyinlərində büsbütün yapışıb qalacağından qorxurdu.
Barmaqlarının ucları yanırdı. İlahi, görəsən ölüm necə şeydir? İnsan sonsuz bir yuxuya mı dalır? Üşümürmü? Əzab duymurmu? Atanla anan səni ərə verməkdə yerdən göyə qədər haqlıdırlar. Sən hər cür səadətə layiqsən. Ailə qurmalısan. Bir yurdun yuvan olmalıdır, deyilmi? Otağın səssizliyi içərisində pəncərədən içəri girməyə çalışan bir milçəyin vızıltısı eşidilirdi. İnci gözlərini divardakı ləkəyə dikərək, bəli, dedi. Uşaqların olmalıdır? Bəli. Hətta maşının da? Bəli. Xəzlərin, almasların? İnci üzünü Doğana çevirdi. Qətiyyətlə, kəskinliklə, bəli, dedi. Bəli, bəli, haqlısan. Doğan səndələdi. Nə deyəcəyini bilməyərək dayandı. İnci divandan sallanan çılpaq ayaqlarını yavaşca xalıya basaraq, xəyal, yuxu aləmindən gələn bir insan kimi ayağa qalxdı. O kirpiklərini qırpmadan, gözlərini Doğanın gözlərinə dikərək, bəli, deyə əlavə etdi. İçində bərabər yaşayacağımız bir evimiz olmalı, uşaqlarımız olmalı, bərabər gəzəcəyimiz bir maşınımız olmalıdır. Hələ xəzlərlə, almaslarla bəzənib sənin qolundan tutub gəzmək nə böyük xoşbəxtlikdir. Bunları hansı qadın istəməz? Hansı qadın bunları kiçik, əhəmiyyətsiz şey sayar? Haqlısan, bütün bunlar hər bir qadının könlündən keçər. Amma bir çox qadınların ürəyində kiçicik bir sirləri vardı ki, budur, sənin heç cür aça bilməyəcəyin də məhz bu sirdir. Halbuki hər şey bu sirrin içindədir, bu sirdən ibarətdir. Mən özüm belə hesab edirəm ki, qadınları yaşadan bu sirdir. Belə bir sirləri olmasaydı, həyatın heç bir mənası olmazdı. Doğan, sevgilim, mənim üçün nəzərdə tutduğun şeylər hamısı səninlə bir yerdə mümkündür. Səninlə birlikdə gözəldir. Sən olmayandan sonra bütün bunlar mənim nəyimə gərəkdir? Doğan dizlərinin ağrısına daha dözməyərək kresloya çöktü. Dırnaqlarını kreslonun örtüyünə keçirib elə sıxırdı ki, az qala parçalayacaqdı. Gözlərini yummuşdu. Sonra bu ölüm-dirim mübarizəsində məğlub olmuş bir adam əzabı ilə mən başqasını sevirəm, deyə kəkələdi. İncinin təəccübdən gözləri irilənmişdi. Necə? Doğan yıxılmamaq üçün oturduğu kreslonun kənarına söykənmişdi. Üşüyürdü, donurdu. Üstünə qar yağırmış kimi, şiddətli külək əsirmiş kimi titrəyir, əsir, ürəyi uçunurdu. Doğan başını qaldırdı. Gözlərini İncinin üzünə dikdi. Onun titrəyən ağ yanaqlarına, qanı qaçmış dodaqlarına, solğun boynuna baxdı. İndi Doğanın ürəyinin çırpıntısı azalmış, dizlərinə qüvvət gəlmişdi. Qəlbində elə rahat, elə xoşbəxt bir sevinç baş qaldırmışdı ki, otaqdakı bütün havanı ciyərlərinə çəkərək qəhqəhə ilə gülmək istəyirdi. Hər şey birdən-birə necə fərəhli olmuş, necə aydınlaşmışdı. Xalça döşəməyə, pərdələr pəncərəyə, süfrə masaya möhkəm yapışmışdı. Kreslo həmişəkindən daha möhkəm və yaxşı görünürdü. Su qrafinin içində idi. Abajur işıqların yanmasını gözləyirdi. Atası divardakı çərçivədən gülümsəyərək ona baxırdı. Xatırlayırsanmı, Doğan, sən hələ uşaq ikən ananı yorduğun bir qış gecəsində sənə bir nağıl danışmışdım. Bilirsən ki, mən nağıl söyləməyi sevmirəm. Amma o gecə ürəyim danışmaq istəyirdi. Nağıl danışmaqdan ləzzət ala-ala, həvəslə o nağılı danışdım. Bilmirəm, xatırlayırsanmı? Bir meşədə əlləri ilə qamışdan hördüyü çomasında tək başına yaşayan bir odunçu vardı. Gündüzlər odun yarar, axşamlar odunları bazara aparıb satar, gecələr də meşədəki bulaqların buz kimi suyundan içib şirin yuxuya gedərdi. Bu odunçu elə xoşbəxt idi ki, bir gün meşədə odun qırarkən qarşısına yad bir adam çıxır. Bu adam odunçunun alnından tökülən tərə baxaraq, "Ey zavallı adam," deyir. "Allahın bu istisində niyə belə çalışırsan? Əziyyət çəkib şirin canını yorursan. Bu dağların arasında qoca bir pəri yaşayır. Onun yatağının altında sehirli bir balta var. O pəriyə məndən salam söylə. De ki, baltanı sənə versin. O balta gün doğandan işə başlayır, gün batana dək meşədəki bütün ağacları tərtəmiz qırıb qurtarır. Sən də bu fani dünyada beləcə yorulub əziyyət çəkməkdən qurtararsan. Xatırlayırsan, düzdürmü?" Yoxsul odunçu yad adama bu yaxşılığına görə təşəkkür etmiş, işini gücünü buraxaraq heybəsini çiyninə alıb yola düşmüşdü. 7 ilə 7 dağ aşıb qoca pərini tapmış, yad adamın salamını ona yetirmişdi. Qoca pəri, "Yaxşı," demişdi, "amma baltanın sapı bacımgildədir. Sapsız balta nəyə yarayar? Bacımın evi bu dağın arxasındadır. Hələ get, ona məndən salam yetir. De ki, baltanın sapını sənə versin.
Ancaq o zaman diləyinə çata bilərsən. Yoxsul odunçu qoca pəriyə təşəkkür etmiş, baltanı da heybəsinə qoyaraq yola düzəlmişdi. 7 ilə 7 çay aşaraq qoca pərinin bacısının evinə çatmış, pərinin salamını ona yetirmişdi. Qoca pərinin bacısı, yaxşı, demişdi. Ancaq bu baltanı bülövləmək lazımdır. Çorş balta nəyə yarayar ki? Bülöv daşı anamın evindədir. Anam isə bu dənizlərin arxasında yaşayır. Get, məndən ona salam söylə. Deyinən ki, bülöv daşını sənə versin. Ancaq o zaman diləyinə qovuşa bilərsən. Yoxsul odunçu qoca pərinin bacısına təşəkkür etmiş, sapı da heybəsinə qoyaraq yola düzəlmişdi. 7 ilə 7 dəniz aşaraq ana pərinin evinə yetişmiş, qızının salamını ona çatdırmışdı. Ana pəri, al, budur, demişdi. Bülöv daşı oradaca durur. Yatağımın altındadır. Götür, xeyrini də gör. Beli yay kimi əyilmiş, saqqalı ağarmış, yorğunluqdan əzab çəkmiş yoxsul odunçu bülöv daşını da beləcə ələ keçirdikdən sonra bir ağacın altında oturmuş, fikirli-fikirli bir baltaya, bir sapına, bir də daşa baxmışdı. Budur, hər üçünü ələ keçirmişdi. Amma neyləsin ki, o uzun yollar keçərək gəlib yetişdiyi bu diyarda sehirli balta ilə qırılacaq meşə yox idi. Geriyə qayıtmaq isə mümkün deyildi. Buna heç cür taqəti yox idi. Xatırlayırsan, deyilmi, Doğan? Doğan ayağa qalxdı. Yıxılmaq üzrə olan incini qollarının arasına aldı. İncim mənim, dedi. Bir başqasını sevdiyim yalandır. Səni əslində sənin təsəvvür etmədiyin qədər sevirəm. Sən həmişə haqlı olmusan. Yaşadığım vaxtdan bəri bir çox şeylərin hesliyini duymuşam. Hər şey həyatın özündədir. Həyatsa mənim üçün səndən başqa bir şey deyilmiş. İnci başını onun sinəsinə söykəmiş, göz yaşları onun köynəyini islatmışdı. Körpə uşaq kimi içini çəkərək hıçqırdı. Lap gecikdim, daha getməliyəm. Yox, getməyəcəksən. Burada birlikdə anamı gözləyəcəyik. Sonra səni evinizə aparacağam. Onu qolları arasına aldı. Çiyinlərinə tökülmüş saçlarının ətrini büsbütün hiss etdi. Qızı sinəsinə elə sıxdı ki, sanki onu öz mənliyində əridib yox etmək istəyirdi. Eşikdə incə səsli balaların oxuduqları mahnı ucalırdı. Uşaqlar başqa bir oyun oynayırdılar. Qutu içində. Onlar pəncərəyə baxdılar. Axşam çökür, hava yavaş-yavaş qaralırdı.